bir məsələni qeyd edib və bununla da bitirmək istəyirəm. Və o məsələ də bundan ibarətdir ki, bizə düşən nədir? Bizə düşən səbir, dəvət və dəvətli hikmətli olmaqdır. Bizə düşən budur. Sən dəvəti gücləndirsən, sən dəvətində təmkinli, səbirli, hikmətli olsan, sən dəvətçilərin yanında olsan, öz duanla, öz susmağınla onlara yardım etsən, Allah subhanahu və teala'nın izni ilə görəcəksən ki, Allah öz dinini bu ölkədə necə yayır və bu dinin, bu əqidənin, bu mənhəcin girmədiyi ev qalmayacaq. Allah azza və cəllənin izni və inayəti ilə. Mən bu etiqaddayam və Rəbbim barədə bu zəndəyəm. Qardaşlar, bacılar, mən Rəbbim barədə bu zəndəyəm, bu etiqaddayam ki, bu əqidənin Azərbaycanda gec, tez girməyəcəyi ev qalmayacaq. O zaman ki, sələflərin mənhəcinə uyğun hikmət və səbirlə dəvət aparanacaq. Bu önəmlidir. Tasfiyə, tarbiyə, əxlaq, tövhid və sünnətə dəvət boş-boş, mənasız söhbətləri və işləri tərk etmək. Adam tanıyıram, 2 ildə axtarır. O kitab sənin, bu kitab mənim. O internet saytı sənin, bu internet saytı mənim. O tələbə sənin, bu tələbə mənim. 2 ildə axtarır. Nə? Görəsən Azərbaycan darul küfürdür, yoxsa darul İslam. Bədbəxtçilik. Evində ana atası namaz qılmır. Dəvət eləmir. Qiyamət günü Rəbbin səndən nəyi soruşacaq? Ana atavı, yoxsa ölkənin darul İslam, yoxsa darul küfür olmasını? Yəni insan, qardaşlar, insan hikmətli olmalıdır. Mən demirəm bu məsələ şəriətdə yoxdur. Bu məsələ şəriətdə var. Bir fikri məsələdir. Danışılar, keçilər. Azərbaycan darul İslam oldu, nə dəyişəcək? Darul küfür oldu, nə dəyişəcək? Onsuz da bu ölkədə yaşayırıq. Yenə də sən, mən də mən. Yenə də bu dəvətdir. Yenə də bu əqidə. Və salam. Məsələ bundadır ki, bu cür söhbətlər sənin vaxtını alır. Səni düzgün olmayan əyri yollara yönəldir və səni böyük xeyirlərdən məhrum edir. Və dəvət dayanır. Və şeytanın istədiyi də budur. Şeytanın istədiyi budur. Ona görə şeytanın addımlarına uyma. O sənə və mənə açıq aydın düşməndir və ehtiyatlı ol. Və bərəkət böyüklər olan yerdədir. Böyüklər nə ol? Alim tərbiyəsi almış, alimlər görmüş, onların yanında oxumuşlarla birlikdə ol və cəmaatdan ayrılma. Çünki cəmaatdan ayrılan insanın halı cahiliyyət dönəmində ölən insanın halı ilə eynidir. Bundan özünü qoru. Əl-cəmaatu rəhmə vəl-firqatu əzəb. Cəmaat rəhmətdir və ayrılıq əzab. Və faydalı elm tələb et. Namazlarına fikir ver. Əxlaqına fikir ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həlimliliklə, gözəl xislət ilə edilən hər bir iş düzələcək. Bunsuz xarab olacaq. Bunsuz xarab olacaq. Xarab etmə dinivi. Xarab etmə dəvətivi. Həlimli ol. İnsanlara rəhimlə yanaş. İnsanların şəxsiyyəti ilə işin olmasın. Və alə kulli hal və axiru da'vana enilhamdülillahi rabbil alemin və sallallahu ala Muhammed və ala alihi və sahbihi ecma'in. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.